dünyada her şey değişir. Ve 20. asrın sonu, 21. asrın evvelçilleri, ilkilleri bunu sübut edir ve bunu gösterir ki dünyada çok büyük değişiklikler gelir. Bəli, hiçbir şey bir yerde durmur. Hiçbir şey olduğu gibi kalmır. Ve ben inanıram, ben tam inanıram ki her şey adalet namına değişecek bizim bölgede. Azerbaycan halkının bəza vəziyyəti onun xeyrinə değişecek. Ve mütləq siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Ata babalarının kabirlerini de göreceksiniz. Ben bunu artık bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq. Tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Və bunu etmək üçün əlbəttə ki, əsas vəzifə dövlət üzərinə düşür, ictimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri. Mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradılıb, onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi, təkcə 20-ci əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur, o xəritələrdə Göyçə gölüdür. Və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib eləməmişik ki, kimsə desin ki, biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası eləyib. Həmən o Çar Rusiyası ki, vaxtı ilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik.
Hörmətli xanımlar, beylər, ərəblər, yoluna elinə dəyər verənlər, həmrəylik yolunda siyər verənlər, qoy yeni gününüz mübarək olsun, qəlbiniz fərəhlə, sevinçlə olsun, xəstəlik ağrısı olmasın, aramıza düşmən nifaq salmasın, yurtlarımız daha bizi salmasın. Gəldi Azərbaycan doğma diyarı, danış gəzək, yıxaq diyarı. Həsrətdən yanmasın şeir yazalım, Ələskərdən desin aşıq ozalım, mədəni üstümüz tarix yazalım. Üstündən tarihin izi silinsin, hər kəsin qiyməti gəlib. Söz verirəm, Çəmbələk rayon icra sədri, Əvəz müəllimə, Əvəz. Çok teşekkür ederim. Hamınızı hoş görmüşük. Güzel bir gündü. Hamınıza teşekkür ederim ki gelmişsiniz. Bizim icma büyük işler görüyor. 10 illere, 20 illere sığışmayan birine iş gördüm. Yani bizim müellimi, Ersin müellimi bu münasebete alkışlıyor. Bizim Qərbi Azərbaycan icması idarə heyətinin sədri, çox hörmətli millət vəkilimiz Əziz Əydəlidən bir bayram görüşümüzdür. Uğurlarla dolu olan daha bir ili sona çaktırmaktayız. 2025. Devletimiz gün ve İslam'ımız gün son derece uğurlu bir yıl olacak. Aynı zamanda ilin sonuna Ünlüler Bayramları'na meclisi ben üzerinden istifadeyi her birinizi yürekten tercih edeceğim karşısına gelin bayramlar olmasıyla
Koy bütün adımız inşallah özel ilde, yani 2025'te kalsın. 2026'mız, 27'miz, 28'miz, milletimiz, halkımız, devletimiz için daha uğurlu iller olsun. Her bir yürekten tebrik ediyorum ve mühkem, can sağlığı, aile mutlak değişkeninde bırakın. Bayramınız bayram. Bizim değerli hemşehrimiz, Milli Meclisin deputatı, milletvekilimiz, çok hürmetli Arzuhan Elzadesi. Azerbaycan aile meselesi artık öyle seviyesinde önemlidir. Zamanında değildik tabii ki o tarih torbalarımızın hiç vazgeçmeyeceğimiz değildik. Ayrıcamızın verdiği bugün artık Azerbaycan devlet seviyesinde. Azerbaycan devlet başçısı Cumhuriyet Mədəniyyətin bir avazda özünün rəhbərliyi altında bu proses davam etməkdədir və ayrıcı deyilsi ayrıcı. Bugün Azerbaycan ifadəsi Ermənistanın ve Ermenistan'da yaşayan herkesin korku duygusuna çekilir. Biz bu ideyanı devam ettirmekle, devletimizin gücüyle, yönetiyle, torbalara, torbalara, kendi Oğuz yurdunda bütün tedbirlerimizi teşekkür edeceğiz. Rəqsə dəvət edirəm.
adını son her planı seviyorum ve kalbim. Her birimizin gönlünden, kalbinden, yüreğinden bir müqəddəs arzu keçir. Dede-baba torpaqlarımıza, tarihi torpaqlarımıza, Qərbi Azərbaycana dönməyimiz, qayıdışımız ve bizim möhtərəm cənab prezidentimizin dediği kimi bu qayıdış sülh yoluyla ləyaqətli şəkildə həyata keçiriləcək. Biz hamımız buna inanırıq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Ümumilli lider Ulu Öndər Heydər Əliyevin parlaq zəkası, uzaqgörən siyasətinin bizə, Azərbaycan xalqına qoyduğu ən müqəddəs mirasdır. Və bu ümumxalq bayramını biz bugün hamılıqla birgə burada qeyd etdik. Biz bu tədbirimizi ümumxalq bayramına çevirə bildik. Mən sizi hər birinizi ürəkdən təbrik edirəm və inanıram ki, hər birinizin qəlbində fərdi, ümumxalq və bəşəri arzularınız var. Hər birinizin qəlbində 2026-cı ildə gözləntiləriniz var. İndi isə biz bir arzu çələngi quraq. Bildiyiniz kimi hər masa bir kənd icması nümayəndələri əyləşibdir və hər masadan o arzu çələyinə bir çiçək dərəcək. Və sonunda biz bu arzu çələyini buradan, Xəzərin sahilindən, Küləklər şəhəri Bakıdan Qərbi Azərbaycana, öz dədə-baba torpaqlarımıza göndərəcəyik. Və gün o gün olacaq ki, mən inanıram ki, biz həmin gül çələyini o taydan, Qərbi Azərbaycandan Bakıya göndərəcəyik. İndi isə başlayaq. Hər şairə Zöhrə xanım, buyurun Zöhrə xanım. Bu arzulara qoşulan, mən də ürəklərimizin, Qərbi Azərbaycanı sevdalım, dəyərli qardaş-bacılarımızın doğma yurtlarımıza qoşulanını arz edirəm. 26-cı ilə sizin arzularınızı eşidelim. Arzum odur ki, 26-cı ildə yox, gələcək nəsillərə bir arzum. Bəlkə görmədim, gəlin də görmədim. Bu arzum deyil, bu arzum yazılsın. Bir o gün olsun, gələcək nəsil, böyük Türk dünyasının bütün Azərbaycan devlətinə xidmət eləsin. Hər birimiz bu ideyana yazılır. Buna mən inanıram, bu havası olacaqdır. Və bu ideyanla qəşərsək, mən düşünürəm ki, məqsədimizə nail olacaq. Yəni, Hər insan bu dünyada mən yaşamışam, deyə bilməsi üçün əldə biləyənlər. Dedi ki, həyat bir hava şıxızılığları, gəlin, unutmayın canlı dünyada. Əgər tanrısınızın sevdalıqları,
De ki, yaşamışlar ben de dünyada. Bak aynı yere bağlıdır güneş saraya. En çabuk gün yetmez aydan ortaya. Sarılsam bize, gelmesin saya. De ki yaşamışlar ben de dünyada. De ki yaşamışlar ben de dünyada. Deryanın dibinde nerede cevahir, başvurup onları el getir. İnsanlık borcunu yerdeydi. De ki, yaşamışam ben de dünyada. De ki, yaşamışam ben de dünyada. Bazılar yerler, sağ olun, teşekkür ederim. Aktardım, tarifin taşları taşıyım. Taşlarla dil verip, Allah. Sordum, göğsümden göğüse yaşım, zamanı sinirli ağlarım. Zamanı sinirli ağlarım. Ahtı gözüm yaşım, hissini sinirli. Kanını göstermesin, boyun bebeğini. Göreceğim verdiler sinirlisini. Bir anı cümle, bağlantılarla. Bir anı cümle, bağlantılarla. Anı göreceğim başkalarla. Bana özlemin, enslerin, eşki, soğanın, feleğin, derdime çektiği yanı. Amin üstüse bağlılarla. Amin üstüse bağlılarla. Dünyamız düşerli olsun. 2024'ten 2025 yılda biz Türk dünyasında büyük ilerleyişler gördük. Gördük ki Türk dünyamız günü-günden güçlenir, büyüklenmelidir. Tabii bizi çok sevindir. Bizim Büyüklerin Cenab Prezidentimiz dediği gibi bizim ailemiz Türk ailesidir. Bizim başka ailemiz yoktur. Ona göre ben fırsattan istifade ederek Türk dünyamıza başarılar dilerim. Arzu ederim ki Türk dünyamız daha da güvenli olsun, daha da güçlü olsun, daha da güvenli olsun.